Peyğəmbərimiz deyir ki, ölənlər üçün Yasin oxuyur. Bunu qəbul eləyir bütün məzhəblər, amma digər ki, başlayırlar cəmaatı hansı yolla, bu ölüyə nə bilim Yasin oxumaq nədir? Başlayırlar başqa formada bunu təqdim eləməyə. Nə bilim mollalar bu ilə pul qazanır filan indi. Molla Qaragün indi gedir 3 manat, 5 manat tutalım pul qazanırsa, keyfindən gəlib deyəm bura günün altında, yağışın altında, qarın altında. Sən hələ bir dənə ona hələ Yasini bəhanə eləyib pul verməyin özü bir savabdır. Həm də ki, ged özün oxudu. Sənə kim deyir ki, ged mollaya pul verginə, qəbristə Yasin oxuddur ki? Misal getirirlər ki, siz ölülərə heç nə eşitdirə bilməzsiniz. Heç bu ayənin sonunu fikirləşmirlər ki, bu ölünün müqabilində diri demir Allah. Ölünün müqabilində mömin deyir. Ölünün müqabilində bir diri olmalıdır, yoxsa yox. Allah Teala qəlbi ölənlərdən misal getirir ki, onun müqabilində mömin deyir. Yəni möminin qəlbi oyaq. Siz ölülərə heç nə çatdıra bilməzsiniz. Bəs bu hədislər hara getdi ki, hansı ki, hamı qəbul eləyirdi.